Salam. DİM test toplusunda yerin öz oxu ətrafında hərəkəti mövzusunda 42-ci test tapşırığına baxırıq. Sualda deyir ki, Bakıda yerli vaxtla saat 4:28-dir. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir, 40 dərəcə şimal enliyində yerləşir və Bakıdan cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının günorta vaxtı 36,5 dərəcə bucaq altında düşdüyü A məntəqəsində saat 20:36-dır. 20:36-dır. Biz bilirik ki, yay gün dönümündə günəş şimal yarımkürəsində zenitdə olur və şimal yarımkürəsində Bakıya 73,5 dərəcə bucaq altında düşür. Deməli, ekvatora 66,5 dərəcə bucaq altında düşür. Deməli, məntəqəmiz cənub yarımkürəsindədir. Buna əsasən 90-dan çıxırıq. Məntəqəmizi x qəbul edirik və 23,5 çıxırıq. Bərabərdir 36,5. X də bərabərdir 90-dan çıxırıq. 23,5, 36,5, 60 dərəcəni. X də bərabərdir 30 dərəcə cənub enliyi. Məntəqəmiz Bakıdan qərbdə yerləşir. Qərbdə yerləşdiyini göstərmişdir məsələnin şərtində. Və burada 4:28-dən çıxırıq 20:36-nı. Və burada bir gün irəli olduğuna görə üzərinə 24 saat əlavə edirik. Və 28:28-dən çıxırıq 20:36-nı. Burada olur bir gün xırdalayanda 27, 7:52. 7:52-ni dərəcəyə çeviririk. Dərəcəyə çevirəndə 15-ə vururuq və 105. 105-i isə üzərinə 52-ni 4-ə bölərək 13 gəlirik. 118 dərəcə arasındakı fərq 118 dərəcədir. Və Bakıdan 50 dərəcə şərqdən çıxırıq 118 dərəcəni. (68 dərəcə qərb uzunluğu). Və neçənci saat qurşağında yerləşdiyini tapın deyir. 68-i bölürük 15-ə. Bərabərdir 4 dəfə. 8 qalır. 7,5-dən